15-ci yunitin ikinci hissəsini çəkirəm uşaqlar. Burada kiçik-kiçik mətnlərdir. Təkrar vurğulayıram. Bunlar reading comprehension, oxuyub anlama testləri adlanır. Sizin kifayət qədər söz bazanız olmalıdır ki, bu tekstləri oxuyasınız. Söhbətin nədən getdiyini başa düşəsiniz və ona uyğun da testinizi işləyəsiniz. Şərt deyil bütün sözləri biləsiniz. Təbii ki, yenə vurğulayıram. Amma kifayət qədər söz bilməlisiniz ki, o bilmədiyiniz sözü də kontekstdən tuta biləsiniz. Birincidə mən oxumuşam. Burada Sara Elegant Styles'dan alış-veriş edir. Jennifer də ona təşəkkür edir bu alış-verişi üçün. Alış-veriş dünən olub. Və deyir ki, hər hansı bir problemin varsa bizlə əlaqə saxlaya bilərsən. İndi gərək baxaq. Sara və Jennifer Elegant Styles'da bir yerdə işləyir. Səhvdir. Biri alıcıdır, biri satıcı. Jennifer seeks Sarah's assistance with some issues. Jennifer Sarah'dan kömək istəmədi. Belə bir şey olmadı. Sarah expresses gratitude to Jennifer. Sarah Jennifer'ə minnətdarlığını bildirir. Xeyr, əksinə Jennifer idi Sarah'a minnətdarlıq bildirən. Sarah plans to visit Elegant Styles. Sarah Elegant Styles'a baş çəkməyi planlaşdırır. Xeyr, artıq o dünən bura baş çəkib. Sarah bought some clothes from Elegant Styles yesterday. Bəli, Sarah dünən Elegant Styles'dan paltar alıb. On the ground. Burada restoran haqqında məlumat gedir. Bildirir ki, ground floor, hansı ki bu bizdə birinci mərtəbə yox, birinci mərtəbədən də aşağı podvalda olan mərtəbədir. Ground floor deyəndə podvalı nəzərinizdə tutun. Podvalda deyir ki, freshly baked, yenicə bişirilmiş çörəklər, pudinglər var. Yuxarıda, podvaldan yuxarı nə olacaq? Birinci mərtəbə. Upstairs, yuxarıda isə rahat bir yer var, hansı ki siz orada kofe içə bilərsiniz və bir dilim tort yeyə bilərsiniz. Gəlin baxaq. You can't purchase puddings in the restaurant itself. Deyir, burada puding ala bilməzsən. Xeyr, ala bilərsən. You can grab a sandwich. Sandwich götürə bilərsən. Xeyr, orada heç sandwich adı çəkməmişdi. You can sell your baked bread. Bişirilmiş çörəklərini sata bilərsən. Xeyr, ala bilərsən. Burada heç nə sata bilməzsən. You can choose a slice of cake from the first floor from the restaurant. Restoranın birinci mərtəbəsində bir dilim tort ala bilərsən. Bəli, təkrar deyirəm, siz çaşmayın. Ground floor birinci mərtəbə, upstairs ikinci mərtəbə kimi nəzərdə tutmayın. Ground floor aşağıdadır, hansı ki yerlə bir olandır. Baxın, adından deyir ground, yer. Yerlə bir olan, yəni podvalda olandır. Digər pilləkənlə qalxırsan birinci mərtəbə olur. Bu birdir. Birinci mərtəbədə də rahat yer var idi. Kofe içə bilərdin, tort yeyə bilərdin. B düzdür. You can have coffee while enjoying a good book. Kitabdan söhbət getmirdi burada uşaqlar. 8. Uzun bir günün ardından Sara telefonunu almaq üçün çantasına uzandı. Amma telefon orada yox idi. O başa düşdü ki, telefonunu ofisdə qoyub və özünü narahat elədi. Sarah doesn't use a phone for work. Bu barədə heç bir informasiya vermir. Deyir ki, Sara iş üçün telefon istifadə etmir. Belə bir informasiya vermədi bizə. Sarah is worried about leaving her phone in the office. Bəli, Sara telefonunu ofisdə qoyduğu üçün narahat oldu. Bu düzdür. Sarah left her phone at work on purpose. Sara telefonunu işdə bilərəkdən qoymayıbdı. On purpose bilərəkdən, qəsdən deməkdir. Sarah always carries two phones. Bu barədə bizə bir məlumat vermədi ki, Sara iki telefon daşıyır. Sarah found her phone in her bag after all. Xeyr, bu barədə də informasiya vermədi. Yəni, sonradan tapdı mı telefonunu çantasında falan. Bu barədə bizim heç bir məlumatımız yoxdur.